Əgər iPhone işlədirsənsə, bu funksionallıq sənin çox işinə yarayacaq. Telefonun arxasına 2 dəfə basaraq işığı yandırıb söndürə bilərsən. Necə? İndi göstərəcəm. iPhone-umuzda ayarlara daxil oluruq. Ayarlara daxil olduqdan sonra General bölməsinin altında olan Accessibility-yə daxil oluruq. Aşağı gəlirik. Burada birinci var. Touch. Touch seçirik və ən sona gəlirik. Ən sonda Back tab var. Off-da olacaq. Ora daxil oluruq. Double tabı seçirik və burada Flashlight. Flashlight seçirik. Qalçıqa düşəcək qarşısına. Geri qaydırıq. Show banneri aktivləşdiririk. Bu qədər. İndi isə arxasına 2 dəfə klikləyirik. Gördüyünüz kimi işıq işə düşdü və söndü. Bu kimi faydalı videoların davamı üçün səhifəni izləməyi unutmayın.